Deməli müəllimlər, bu klasteri unudun. Yuxarıdakı klaster üstündən x çəkmişəm. O bizim üçün lazımlı deyil. Burada baxırsınız 2 dənə cümlə verir. Variantlara da baxın. C-dır. 1-ə C, 2-yə bir dəfə də D götürüb. Biz də o formada götürəcəyik. Bir dəfə C-yə aid olan xüsusiyyətləri 2-nin qarşısına yazacağıq. Bir dəfə D-yə aid olan, D-dakı cümləyə aid olan xüsusiyyətləri 2-nin qarşısına yazacağıq. Yəni 1 C, sonra 2 qoyacağıq, sonra 1 D, yenə 2 qoyacağıq. 2 dənə cavab çıxacaq buradan. 2 cavabdan biri variantlarımızda olmalıdır və o bizim cavabımız olacaq. İndi gedək. Deyir ki, feil və ədat kimi homonimli olan söz işlənib. Bu D-dadır. Yəni 2 D-nın qarşısına yazırıq A. Deməli, sonra nümunənin daxilində bir-biri ilə antonim olan söz işlənib, sözlər işlənib. Deyərsiniz ki, C variantındadır. Çox oxuyan və az adam antonim deyil. Oradakı biri feilə aiddir, yəni zərfdir, bir də sifətdir. Sifətlə də zərf antonim ola bilməz. B getdi. D-də də elə bir antonimlik yoxdur. B olan variantları çıxın ümumiyyətlə. Baxın, görün işiniz nə asanlaşdı. Bu da getdi. Qaldı B-la D variantı. Deməli, bizim D-la üzərində işləməliyik. Heç C-yə baxmağa ehtiyacımız yoxdur. Amma hər ehtimal baxaq. C-dır bizim onsuz da cümlələrimizdir. Onu oradan çıxırıq. E-yə baxırıq. Məna tayları müxtəlif hissəsinə aid olan homonimlər işlənmiş cümlədə xəbərlərdən biri məcazidir. Məna tayları müxtəlif nitq hissəsi. Deyib bizdir, bir də baxdı. Biz şəxs əvəzli, bir də isim mənasında iynə mənasını işlənir. Bax da həm ədat ola bilir, həm də feil ola bilir. Xəbərimiz də təbiət gülümsəyir. Məcazidirmi? Məcazidir. Deməli 2-yə getdi E. Sonra feil və isim kimi homonim olan sözü işlənmiş nümunədə mürəkkəb feil məcazidir. Feil və isim kimi homonim olan mürəkkəb feilimiz dərk etməkdir C variantındadır. Amma o da məcazi deyil deyə F variantı C-dir. Heç bir 2-yə 1-ə aid edə bilmədik. Yəni C-yə aid edə bilmədik. Sonra gəlirik G-yə. Sinonimli olan sözlər işlənmiş cümlədə antonim olan düzəltmə feil işlənib. Antonim olan düzəltmə feil D-dədir. Gülümsəyirin antonimi varmı? Var. Sinonimli olan deyir. Demir sinonimi var cümlədə. Sinonimli var. Yəni insan sözünün məsəl üçün adamla sinonimliyi yoxdurmu? Var. Mehriban sözünün sinonimliyi varmı? Var. Cümlədə istəmir bizdən. Cümlə daxilində olmasın. Cümlədən kənar. Antonimliyi və yaxud da sinonimliyi varmı? Var bu sözlərin. Ona görə G-ni də götürürük. Baxın. 1D, 2A, E, G. Hansı variantdır? Deməli, cavab D variantı idi.